Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Müğənni Nadir Qafarzadənin ikinci nəvəsi dünyaya gəlib. Bu haqda Axşam.az açıqlamasında ifaçı deyib. O bildirib ki, ikinci nəvəsi də oğlandır. Əziz oğlumun oğlu oldu, adını Nadir qoydular. Mən heç bir şeyə qarışmıram. Oğlum və gəlinim özləri uşağa mənim adımı vermək qərarına gəliblər. Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğman da ötən il ata olub.